Dörtler gül atıyor. Eşitəm bunu. Yok, benden nömrəsi yoxdur, sənə gül atır. Ha. Sənə hədiyyələr atırlar. Oradan lipa isteyen varsa gönder, lipa satırıq burada, lipa. Ay benim ağzı kızım. Ay benim ağzı kızım. Ağzı kızım. Ya deli Tahir gelir. Ağıllı yaşın çıkmayacak. Telefonlarda var. Şirvandasın ha? Ha, ben buradayım da Şirvan'da. Şirvan şəhərində yaşayan və sosial şəbəkələrdə Dəli Tahir ləqəbi ilə tanınan şəxs son zamanlar TikTok platformasında geniş müzakirə mövzusuna çevrilib. O, müxtəlif şəxslər tərəfindən canlı yayımlara dəvət edilir və ondan istifadə olunduğu iddiaları gündəmə gəlir. Bir neçə həftə əvvəl isə Jesse ləqəbli TikToker canlı yayımda Dəli Tahiri çıxararaq izləyicilərdən ona hədiyyələr və jetonlar göndərməsini istəyib. İddialara görə bu kimi hallar artmaqdadır və bəzi şəxslər onun adından istifadə edərək canlı yayımlar açır, izləyicilərdən müxtəlif yollarla maddi vəsait yığırlar. Məsələ ilə bağlı bir sıra suallar ortaya çıxır. Bu vəsaitlər həqiqətən Dəli Tahirə çatırmı? Onun saf və savadsız olmasından kimlər istifadə edir? Ümid edirik aidiyyatı qurumlar məsələni araşdıracaq və mümkün sui-istifadə hallarının qarşısının alınması üçün lazımi tədbirlər görüləcəkdir. Göderken halalışan, berderi malalışan. Dəli Tahir yazım gələcək. Ha, ağıllı yaşın çıkmayacak. Telefonlarda var. Şirvan. Klip. Ya. Dörtler gül atıyor. Eşitəm bunu. Ne?